Sahitlərin xüsusiyyətlərini kim saya bilər? Bir neçə xüsusiyyəti var, bildiyimiz kimi. Hansılardır məsələn sahitlərin xüsusiyyətləri? Buyurun Humay xanım. Deməli, sahitlər 3 yerə bölünür. Qalın və incə sahitlər, dodaqlanan, dodaqlanmayan, bir də açıq, qapalı. Bəli, açıq qapalı sahitlər. Sahitlər deməli həmçinin necə olur? Məsələn, nəyin formalaşmasında iştirak edir? Nəyin yaranmasında belə deyək də? Nəyi yaradır sahitlər? Hecaları yaradır. Bəli, heyecanı yaradır. Sonra buyurun Hikmət müəllim. Mən müəllim deyəcəm, yəni Hikmət bəy, Hikmət müəllim, yəni hələ tanış deyilik, ümumiyyətlə də bir rəsmi Müəllim olaraq olsun da siz müəllimsiz, biz tələbə. Adımızla müraciət eləyin. Xüsusiyyətlərini kim sayar? Yəni sahitlərin vurğulu səslərdir, vurğu qəbul edəndir. Sonra kim deyər? Hikmət bəy qaldırmışdı əlini. Elə dediyinizi deyəcəkdim, ona görə sonra yığışdırdım əli. Olsun deyin, problem yox deyin. Təkrarlamış olduq, değil mi? Buyurun deyə bilərsiniz, problem yoxdur. Vurğu qəbul edəndir, sonra səs uzanması baş verir, heyeca yaradır. Başqa nə ola bilər məsələn? Ağız boşluğunda maneəsiz tələffüz olunan səslərdir. Bəs ağız boşluğunda maneəyə rast gələn səslər hansılardır? Onlar da samitlərdir. Bəli, samitlər. Samitləri deyə neçə dənə samitimiz var? 23 samit hərf, 25 də səs. Samit səs. Düzdür, aferin. Bəs sahit səslər neçə yerə bölünür? Yəni neçə dənə də sayı belə deyək? 9 dənə. 9 sahit səsimiz var. Hər sahitin özünün neçə növü var? Yəni neçə növ ayrılır? Buyurun Lətif. Mənim amma çıxdı qrupdan. Buyurun. Kimə sual Yəni verirsiniz? 3 qrupa ayrılır. Yox, ümumi sual verirəm. Kim bilirsə əlini qaldırsın, yəni. Didimdə mənim bayaq dediklərimdə də 3 qrupa ayrılır. Qalın və incə olur. Dodaqlanan və dodaqlanmayan, açıq və qapalı. Bəli, düzdür. Hansı sahitlə söz başlamır? Bəs hansı samitlə söz başlamır? Ğı samiti, düzdür. Deməli, sonra dilönü sahitlər hansılardır? Üzr istəyirəm, hansı samitlə söz başlamır? Ğı samiti ilə, şeydə türklərdə ola bilər, amma bizim dilimizdə yoxdur. Hansı sual vermişdim? Sual yadımdan çıxdı. Dilönü dedim. Dilönü dedinizdə incə sahitlərdir. Dilönü sahitlər, incə sahitlər. Dil arxasında qalın sahitlər. Bəs hansı samitlərdir ki, sonar samitlər adlanır və qarşılığı yoxdur? Ləmənlərə. Düzdür, bəli. Bəs məsələn, əgər şəkilçi vurğu qəbul etmirsə, vurğu neçə hansı hecaya düşür? Sözün axırıncı hecasına. Yox. Sualı bir də verin müəllim. Əgər şəkilçi vurğu qəbul etmirsə, vurğu neçə hansı hecaya düşür? İlk. Yox. Bəli, özündən əvvələ Hikmət Qurbanov cavab yazdı burada. Özündən əvvələ düzdür, aferin. Özündən əvvələ, məsələn, gəlmə deyirsən, inkarlı şəkilçisi, oxuma, yazma, keçən dəfə demişdim. Əgər şəkilçi vurğu qəbul etmirsə, özündən qabaqçı hecaya düşür vurğu. Yəni, özündən əvvəlki hecaya salır da. Çünki o elə bir vurğunu imkan vermir, o birisi hecaya salsın, keçirsin. Bəzi şəkilçilər var ki, ovdur, yevdir. Məsələn, Həsənov, Əliyev, Əliyev demirsiniz, Həsənov deyirsiniz. Həsəndən ovdan əvvəlki hecanın üzərində düşür. Bəzi şəkil, Rusca deyəndə Rusca demirsiniz, Rusca deyirsiniz. Almanca demirsiniz, Almanca. Vurğu cadan əvvələ düşür. Ca nə zaman vurğu qəbul edirdi? Bəs keçən dəfə demişdim. Sual-cavab. İndi sual-cavabının çox faydası var. Ona görə sual-cavabla başlayıram dərsən. Aktivlik olur. Yəni, sualı bir də deyin, zəhmət olmasın. Zərf olanda, yox, zərf olanda yox. Deyirəm ki, ca nə zaman vurğu qəbul edirdi? Canın bir halı var ki, o vurğu qəbul edir. Söz isim olanda. Yox, isim olanda yox. Qoşma kimi. Yox, qoşma kimi də olanda olmur. Yol boyunca,
Demirsən ki, yol boyunca getdik demirsən. Yol boyunca getdik. Boyunun üzərinə, onun üzərinə. Bizən Qaraca deyək müəllim, Qaraca. Bəli, aferin, bax düz tapdınız. Qaraca qız, Ağca qız, məsələn belə canın üzərinə İsim ədəd olur olanda da bu müəllim, gəlmir. isim olur. Mən ona görə Yox, isim isim olmur orada. Sifətdir o. Qaraca. Ha, əgər Bəli, qarşısına necədir Qaraca? isim söz birləşməsi olanda sifət olur o, hə. Yox, söz birləşməsi oldu, olmadı, o sifətdir onsuz da. Bizim bir dilimizdə isimləşmə deyilən anlayış var. Söz isimləşirsə, ismi xüsusiyyətlərini daşıyır. O yəqin çaşdırdı sizi. Məsələn, qırmızılar qalib gəldilər. Burada isim var cümlədə. Qırmızılar. O Onda isimdir, deməli o sifət sifətdir. götürməliyik onu. Bəli. Bəli. Dilimizdə bir neçə funksiya var. Morfoloji Niyə? funksiya, sintaktik funksiya. Kimlər Morfoloji qalib gəldi? Kimlər qalib gəldi? Qırmızılar qalib gəldi. O mübtəda Bəli. kimi, mübtədanın Mübtəda sualıdır kimi olur verdiyimiz. da, bəli. Mübtəda kimi olanda nə olur bu? Hə. Sifət olsa da isimləşir də. Amma nitq səsi olaraq biz onu sifət götürəcəyik. Çünki biri var morfoloji funksiya, biri var sintaktik funksiya. Məsələn, bir söz morfoloji funksiya daşıyanda başqa suala cavab verə bilər. Sintaktik funksiya daşıyanda başqa suala cavab verə bilər. Məsələn, deyirsən qızıl aldım. Demirsiniz ki, necə aldım? Deyirsiniz nə aldım? Qızıl aldım. Amma deyirəm ki, qızıl üzük mənimdir. Hansı üzük? Necə üzük? Qızıl. Artıq onun sintaktik funksiyası dəyişdi. Necə Və üzük? yaxud da qızıl aldım da desək, müəllim, deməli orada qızıl sifətdir. Elə? Nə aldım desək? Qızıl aldım desək də, morfoloji Yox. təhlilində qızıl İsim. sifət olur. İsimdir. Yox, isimdir. Siz çaşdırırsınız sözünüzü. Metal mənası daşıyan şeylər, anlayışlar sifətləşə bilir. Nə zaman təyin olanda qızıl üzük aldım, düzdür. Mən üzüyü çıxarsam oradan nə olacaq? Nə qalacaq yerdə? Qızıl aldım Qızıl. olacaq da. Hı -hı. Bəli. Öz elə bir ki, ismini itirir də. Bir söz əgər ismini itirirsə, orada artıq isimləşmə prosesi gedir. Yəni onun yerinə başqa bir şey qoyursan da yerinə. Hə, Başa mənşəyi düşmədim. isimdir də, elə isim kimi də Bəli, qalır. əsas kök olaraq isimdir. Amma isimləşmə o deməkdir ki, bir şey forması dəyişir sadəcə. Amma məzmun olaraq eyni şey qalır. Məsələn, biz bir geyim geyinir, lor dildə izah edeyim. Mən hər gün eyni paltar geyinmirəm ki, fərqli paltarlar geyinirəm. Amma insan olaraq eyni adamam da, eyni şəxsəm. Bu da eyni şeydir də, funksiyasını dəyişir. Lor dildə izah edirəm yəni. Məsələn, kitab məsələn, qırmızı kitab deməyək də, lap elə birincilər sözünü sağ götürək, sifət olmasın sağ götürək. Məsələn, birincilər qalib gəlirlər. İndi bir birincini biz isim götürməliyik burada. Morfoloji olanda say götürəcəyik. Say olaraq. Məsələn, oxuyanlar bu uşaq